Sürücülər bildirirlər ki, soyuq havalar olduğundan avtomobillərində yanacaq sərfiyyatı artır. Bunun da müxtəlif səbəbləri var. Unutmaq lazım deyil ki, bu havalarda avtomobilə müəyyən qulluq prosesi yanacaq sərfiyyatını biraz da olsa azalda bilər. Qış mövsümündə dəyişkən, soyuq, şaxtalı, yağıntılı keçən hava şəraiti mühərrik və maşını daha çox işləməyə məcbur edir. Bu da yanacağın artması ilə nəticələnir. Buna səbəb isə soyuq havalarda mühərrik yağının qatılaşması göstərilir. Lakin bu mövsümdə avtomobili mütəmadi yoxlatmağı vacibdir. Göstərdiyimiz bu detal injektor sistemləri deyilir. Bunlar yanacaq sərfiyyatında birbaşa rol oynayırlar. Gördüyünüz kimi şəkildə bunlar. Və bu da şamlarıdır ki, misal bu şamlar istifadə olunmalıdır. 30 min, 50 min probek əsasında artıq sürücümüz bunu hardasa 80-100 min civarında istifadə edib. Ustalar bildirir ki, belə havalarda sürücülər avtomobili uzun müddət yerində qızdırır. Çox vaxt bu müddət 5-15 dəqiqə aralığında olur. Bu da avtomobil üçün zərərlidir. Farsonkaların üzərində mikrofiltr deyilən şey var da. Yəni çox ustalar onun farsonkanı qoyur stentə yuyur, təmizləyir, mikrofiltri dəyişmir. Yəni onlara baxmaq lazım olur. Onları elə problemlər əmələ gələndə o filtrlərini dəyişməklə problemi aradan keçmək olur. Düzgün yanacaq seçmək lazımdır. 95 məsələn 92 fərqləri olur. Yəni farsonkalara baxmaq lazımdır. Təkərlərimizdə ancaq qış rejimində 4 fəsilə keçmək lazımdır. Bütün bunlarla yanaşı mövsümlə əlaqədar şəxsi nəqliyyat vasitənizin yanacaq sərfiyyatının daha da artdığını düşünürsünüzsə, bu zaman mütləq ustaya müraciət edin. Ələkbər Salih, Nail Şahbazov, Telesər.